Amerika Boston'dan hər kəsə salam. Bugün gəlmişik tarixi Santarpios pizzalarının və kebablarının dadına baxmağa. İndi görək içəridə uşaqlar nə yeyəcək. Dostlarla bir balaca tarixi yeməkləri deniyoruz.com. Gəlin izləyək. Həmin bax o tarixi pizza yeri, daha doğrusu burada kebab da verirlər. Gələndən bizim Mayıs buranı çox tərifləyir. Santarpios pizzası deyilənə görə bir xeyli qədim zamandır buradadır. Bax belə East Boston'da yerləşir. Körpüdən çıxan kimi. Pullu yoldan, buraqda qalanlar bilər. Burada bax belə yanmasa keçməyin, Allah eləməsin. Maşın zad vurar. Girişi də bax çox qəribə bir balaca yerdədir. Getdik görək neçədir. Şirin zad da verirlər 18 dolara. Və gəldi içəri bir balaca xoş ağrı olmasa da cəhənnəm. Qəşəydir. Maç qarşılanma necə oldu? Qarşılanma necə idi? Xoşunuza gəldi? Çox gözəl. Çox gözəl qarşılandınız. Bayaqdan gədə pazlayır bizi. Pazlayır bizi. Deməli, gəldi içəri, qardaş bir balaca haykü ilə bizi qarşıladı. İndi də şeyləri qoydu. Bir dənə mi qalsın? Yeah, brother. Qardaşı, menüyü saxladım, indi sizə göstərmək üçün. Rəşad, salam ver. Rəşad, Mayıs, salam olsun. Gəlmişik kebablamağa, düzdür, pizzeriya yerində kebab yeyirik. Biz buna öyrəşmişik. Hardan? Land of Fire'dan. Yəni, orada pizzeriyadan, orada da qəşəng kebab verirlər. Hidayət, salam olsun, qaqa. Endirimimi verərsən, xahiş edirəm. Deməli, 1903-cü ildən, haradasa 122 ildir. Santarpios deyirlər var. Menüsü də var belədir, nə bilim. Bu meatlovers nədir, qaqa? Sevimli yemək yeri. Nəsə də belə, hə. Şirimpləri bax qəşəng olar. Fikirləşirəm 18 dollardır. Biz nə zakaz elədik Mayıs? Sasika, hanı sasika? Sausage. 10 dollardan sasika demişik uşaqlar. Sonra nə demişik? Lambanı. Lamp burada yoxdur. Menüdə lamp yoxdur, necə demişik? Hə, choose lamp. Steak lamp. Adama 24 dollarlıq yemək yiyəcək. İndi görək, yeyə biləcək, burnumuzdan gələcək yoxsa. Rəşad da maşallah heç dayanmıyor. Başlayıb, Rəşad eşq olsun. Burada da belə içkiləri var. Bir dənə bu şeydən xoşum gəlmədi ki, yəni dəmirdə və yaxud da butulkada yoxdur. Ancaq o süzülmələr var, belədir, o da yaxşı olmur. Məsləhət görmürəm, nə bilim. Burada Mayıs da nə alıb, bu nədir? Bu Cambridge juice. Nə? Çələk suyu. Yaxşı, şimdi gözlə bir dənə ona baxım. Falan necədir? İç də, onu belə iynəməklə su. Neçə dollardır bu? 3 dollar verib hamımız içirik. Yox, o deyil, ay brad, o deyil. Mayıs müəllimin sevimli dadıdır, yəni. Yemək gəlsin, onda göstərəcəm. Xahiş edirəm, acılar, orucu tutanlar, xahiş edirəm, diyet saxlayanlar baxmasın bu videoya. Like elə ki, başqa videolarda görüşərik. Altına da yazmayın, cəmaət orucudur. Yeməklər gəldi, çörək belə elə, deyəsən 1903-cü ildən qalan çörəklərdir, gəldi. Bu da sasiska, bu tikə kebabı da belə başa düşdüm, hə? Bəyənilir, Pünan bəy, bəyənirsiniz? Azərbaycanlıqla yoxlasınlar, tikə kebabı ilə acı biber. Acı biber. Biz burada birinci dəfə yoxlamışıq, yəni çox müsibət bir şey. Valla mən acı biber yeyə bilmirəm, nə yalan deyim. İndi mən yəqin ki, bunu acı bibersiz yiyəcəm. Mən yiyəcəm sənə. Sən nuş olsun. İtalyan sausage. İtalyan sosudur da bu. Deməli, İtalyan sosudur. Bir də belə kebabıdır. Bu acı biberi deyirlər, yaxşıdır. Mən başım bıraxayım. Bir dənə burada maraqlı nədir Mayıs? Heç nə deyirlər. Maraqlı üçün yaxşı olur. Yəni 24 dollara bax bunu yiyəcəyik. Görək, axırına gətirib çıxara bilirik. Santarpios'un hekayəsi nədir? Buradakı bu İtalyan sasikaları gedir. Belə göstərir. Bu, sən deməm, özü yaxşı yeməyə çox azın sevmir. Və qəşəng görsənir, amma duzsuz verirlər. Duz vurmaq yüklərdir. Bunları özləri hazırlayırlar. İndi bu bağırsaqdan nədir? Bilmirəm, günhan deyil onlara. Amma deyilənə görə yaxşı, yağı da maşallah. Acı da mənə olmadığına görə mən adsız yiyəcəm. Adsızı mən qiymətləndirərəm. Acılığını da Mayısən zəhmət olmasın. Kotlet çörək.
İkinci əsas məsələ bunun doğranmağıdır. Biz bunu Cəbrayılda da yəni deyə brother, imkan versəm də videonu çəkək. Bunu elə onu deyirdim ki, bu Cəbrayılda zadəgan nəslindən olanlar bilir. Yəni bunu ancaq belə sol əl bax barmaq belə tutub belə şeydirsən, doğrayırsan, yoxsa başqa cür yeyilmir. Bizim evdə hər səhər qara ekranla bunu yeyirik. Yemək yedik, indi gəlin nəticələrinə keçək, bir rəy alaq. Mən elə birinci Rəşaddan başlayaq. Rəşad, sən... No comment. Nə yedin zarafatsız? Quzu əti. Necə idi, xoşuma gəldi? Çox düşündün, elə bil, yəni... Yaxşıdır. Pinan, sən nə sifariş eləmişdin? Saska ilə quzu əti. Quzu əti, aha. Saska super idi. Bəli. Quzu əti yox. Azərbaycandakı bu kek kababına oxşuyur. Superdir. Çörəklər də superdir. Bu neçənci 50-ci çörək zakaz eləmişsən. Xeyirli olsun. Mahis bəy, bu acı barəsində nə düşünürsünüz? Acıların sözü. Acıların sözü. Uşaqlar o qədər acı yeyiblər ki, başlarından su gəlir. Sosisləri də biberliydi. Aha, sosis həqiqətən acı idi. İkisi bir arada perfecto. Möhtəşəm idi. Kebab o da söz demək olmazdı. Niyə, amma kebab o deyildi. Rasis deyilmişdi. Soyuq gətirmişdi. Həqiqətən. Bu əclaf. Buna bir dənə van oldu. Buna bir dənə bir ulduz Bir də Google-da. gözəl Komment yazmaq lazımdır. Bəli. Bunun belini qırmaq lazımdır. Yəni stolda da gördüyünüz kimi ac gəlmişdi, heç nə qalmayıb yəni. Bildiyimiz heç nə qalmayıb. Heç yeməklə oldu. Bir dənə bu acılar mənimdir, o da yəni mənim acılarımdır. Qaqam sırdıq ki, mənə hesabı da gətirib sənə. Ya Allah. Bu nədir o? 80 dollar. 80 dollar. Qaqa bu bizim şot deyil elə bir. Gəlin qaqa, ürəkli oğlan çıxsın ortaya ödəsin. Nə yemişik? 3 kombo. Rəşad, sənin şotun yoxdur burada. Onu mən orada oturmuşum. Sən ödədin. Sən Dedim masanın daşıyanda ödəməz. hal oldu bura. Heç nə. 3 dənə kombo lamsasız. Bir dənə də su. Sən endirim almısan burada. May çox düşündüm. Pinan yedin elə bil burnundan gəldi. Yedim. Elə bil. Perfecto. 100 dollar. İçəridə o bu dəmir koladan yox idi. Pinan sağ olsun getdi. Həriyə bir dənə rasxod elədi əməlli. Pinan payın artıq olsun qaqa. İndi bunun dadına baxacağıq. Bir də şotu da 79 dollar olmağına baxmayaraq biraz da tip verdik. Bir 200 dollar. İndi düzün deyin. Bax çıxmışıq oradan. Xoşunuza gəldi yoxsa yox? Bomba kimi. Dəqiq. Zor. Mən hər zaman santarpiyosu. May santarpiyosçudur. Mən yox, mən nəsə bəyənmədim. Özünüzdən müğayət olun, növbəti videolarda görüşənə dək.